Salam dəyərli izləyicilər. Burada belə bir sual verilib ki, qədim daş dövrü və mis daş dövrünə aid olan xüsusiyyətlərin ortaq və fərqli cəhətlərini müəyyən edin. Diqqətlə baxırıq, ovçuluq əsas peşəyə çevrildi. Bu məlum məsələdir ki, mezolit dövrünədir, orta daş dövrünə aiddir. Bunların heç birinə aid götürülməz. İlk insan kollektivi ulu icmanın yaranması qədim daş dövrünə aiddir. Ona görə də 2 1-ə aid götürməlidir. 2 gedəcək 1-ə. Ana xaqanlığı mövcud olmuşdur. Ana xaqanlığı dövrü həm qədim daş dövrünə, həm də mis daş dövrünə mövcud olub. Deməli, 3-ə gedəcək ortaq, 3 ortaq getməlidir. Heyvanların əhliləşdirməsi aparılmışdır. Təbii ki, mezolit dövrü, orta daş dövrünə bu heç birinə aid olmaz. Toxa əkinçiliyi mövcud olmuşdur. Bu da mis daş dövrünə aid olar. 5 gedəcək deməli 3-ə. Və deməli bacarıqlı insan mövcud olmuşdur. Bacarıqlı insan, ondan sonra ağıllı insan, yəni qədim daş dövrünə aiddir. Bu da hardasa deməli 6-da 2 rəqəmi göstərmiş əraziyə aiddir. Deməli 2 6 gedəcək 1-ə. 2 6 3 deməli 2 6 2-yə 3 gedəcək. 3-ə də 5 gedəcək. 4 5 əslində yəni heyvanlar əhliləşdirməsi aparılmışdır. Aparılmışdır, hə. Aparılmış 4 də əslində 3-ə 4 də gedəcək 3-ə. Deməli 2 6 1-ə gedir 2 6-ya. Deməli 2 6 2-yə gedir 3, 3-ə də gedir 4 5. Doğru cavabımız D variantında göstərilmişdir.